TikTok son vaxtlar səhifələri bloklayır. Blok almamaq və gələn xəbərdarlığı silmək üçün bu ayarları et. Bəli, gələn xəbərdarlıq yazısını aradan qaldırmaq üçün ilkin olaraq TikTokda paylaşdığımız və bloklanan videonu təyin edib onu silmək və ya ona uyğun etiraz göndərmək lazımdır. Bunun üçün sizə qısa bir məsləhət verim ki, gələn etirazda olan videonun üstünə klikləyin və gördüyünüz kimi aşağıda qırmızı rəngdə xəbərdarlıq yazısı var. Bu xəbərdarlıq yazısına daxil olun və bu bölümdən eynən ekranda göründüyü kimi etiraz yazın, göndərin. Bu formada etiraz etdiyinizdə bəzi hallarda videonuz blokdan çıxa bilər və həmin o qırmızı yazı aradan qalxa bilər. Yox, əgər əksinə etirazınız qəbul olunmasa, mütləq o videonu təyin edin və silin. Səhifədə o formada topluluq kuralları ihlali yazılan video qalmasın. Yazı aradan qalxmasa belə səhifənizi təmizləyəcəkdir və bu düzgün bir səhifə halında olmasına səbəb olacaqdır. Bundan sonra nələr etmək lazımdır? Gəlin bunları göstərim. Diqqətlə izləməyiniz çox vacibdir. Bəli, ikinci olaraq isə biz video paylaşmağa davam etməliyik. Yəni səhifənizə qırmızı xəbərdarlıq yazısı gəldi deyə həvəsdən düşməyin. Normal bir şəkildə necə video atırdısa, günün hansı saatlarında atırdısa, həvəsdən düşmədən video çəkməyə davam edin ki, TikTok görsün ki, xəbərdarlığı çox nəzərə almadınız, yenə video atırsınız. Amma video atarkən bir məsələyə diqqət edin ki, videoları yoxlanışdan keçirdin. Yəni TikTokun topluluq kuralları deyə icma qaydaları var. Bu icma qaydalarını yaxşı şəkildə oxuyun. Buna əsasən video atın. Misal üçün videoda müəyyən şeylərin görünməsini istəmir və ya tərbiyəsiz yazılar, şəkillər, videolar olmasını istəmir. Bunları yaxşı şəkildə oxuyun. Buna uyğun videolar paylaşın. Yəni yoxlanış edərək video paylaşsaz, ümumiyyətlə səhifəniz heç bir zaman blok olmayacaq və bu formada xəbərdarlıqlar gəlməyəcək. Və bundan əlavə olaraq isə TikTok səhifənizi əgər doldurmamısınızsa, mütləq TikTok səhifənizi doldurun. Doldurmaq deyərkən baxın bunu nəzərdə tuturam. Profil işarəsinin yanında səhifəni idarə et bölümü var. Bu bölümə daxil olub istifadəçi adınızı düzgün təyin edin və yaxud da burada isim bölümü var. Bunları səliqəli şəkildə gətirin. Özgeçmiş deyə bir bölüm var. Buranı səliqəli şəkildə yazın. Yəni qısaca buranı elə bir hala gətirin ki, TikTok sizin səhifənizin spam səhifəsi və yaxud da bot səhifəsi olduğunuzu bilməsin. Yəni bəzi hallarda buralar boş olduğunda TikTok zənn edir ki, sizin səhifəniz bot səhifəsidir. Buna görə də o formada xəbərdarlıqlar göndərə bilər. Və burada gördüyünüz kimi bir link yerləşdirmişəm. Mümkündürsə başqa sosial şəbəkə linklərinizi yerləşdirin. Bu zamanda rahat bir şəkildə TikTok alqoritmi başa düşəcək ki, sizin səhifəniz bot səhifəsi deyil. Səhifə bu formada həm də dolu olduğunda səliqəli görünür. Əgər mümkündürsə, açmaq mümkündürsə bu formada çalma listələri də əlavə edin və daxilinə videolarınızı yerləşdirin. Bu zaman isə avtomatik olaraq alqoritm başa düşəcək ki, siz əsl insansız, robot və yaxud da bot falan deyilsiz. Və hələ də qırmızı yazı aradan qalxmayıbsa, son olaraq onu qeyd edim ki, o qırmızı yazı özü bir müddətdən sonra aradan qalxacaq. Yəni bu 1 aya da ola bilər, 15 günə də ola bilər və yaxud da 10 günə də ola bilər. Bunu siz gözləmək üçün heç oradakı yazını çox vecinizə almayın. Yəni bunun əvəzinə siz səliqəli şəkildə videolar atmağa davam edin, az öncə qeyd etdiyim kimi və sadə şəkildə səbirlə gözləyin. Özü aradan qalxacaqdır. Sadəcə siz bir məsələyə diqqət edin ki, səhifənizdə spam falan olmasın. Yəni az öncə qeyd etdiyim kimi başqa videolardan xəbərdarlıq gəlməsin. Əgər 3 dənə xəbərdarlıq gəlsə, bu zaman sizin səhifəniz bir dəfəlik bloklanacaq və onu açmaq heç cürə mümkün deyil. Bu zaman səhifəniz əlinizdən çıxacaq. Ona görə də səliqəli bir şəkildə səbirlə davam edin. Bu zaman səhifəniz inkişaf edəcək, həmçində spam aradan qalxacaqdır. Yəni sadə bir şeydir. Sizə xəbərdarlıq göndərir ki, diqqət edin, əgər bir dənə də xəbərdarlıq gəlsə, səhifəniz aradan qalxa bilər. Narahat olmayın, təhlükəli bir şey yoxdur. O yazı öz-özünə aradan qalxacaq. Və yenə əlavə olaraq da gözlədiyiniz müddətcə TikTokun yenə topluluq kurallarını, yəni icma qaydalarını oxuya bilərsiniz. Bildiyiniz kimi burada hər şey haqqında geniş məlumat yazılıb. Videoda nələr olmalıdır, nələr olmamalıdır, hamısı burada yazılıb. Tövsiyə edirəm ki, Google-a TikTok topluluq kuralları yazaraq axtarış verin və burada yazılan məqalələri oxuyun. Bu zaman biləcəksiniz ki, nələri paylaşmaq olar, nələri paylaşmaq olmaz. Bu mənim fikrimcə sizin işinizə çox yarayacaqdır. Mən də əvvəl oxumamışdım və hər cürə səhvlər edirdim. Buranı oxuduqdan sonra artıq səhifəmə spam falan gəlmir. Və bunların hamısından əlavə olaraq, əgər bu formada qırmızı xəbərdarlıq gəlməyibsə, bu xəbərdarlıqdan necə qorunmaq olar və səhifəmizin təhlükəsizliyini necə təmin etmək olar? Gəlin o haqqda qısaca məlumat verim mən sizə. Daha sonra videomuzu sonlandırım. Bunu göstərməzdən əvvəl qısa bir açıqlama verim. Gördüyünüz kimi YouTube kanalımız qarşınızda açıqdır. Kanalımıza daxil olaraq digər faydalı videolarımızı da izləyə bilərsiniz. Bildiyiniz kimi kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Elə bu TikToka aid də hər cürə videolar paylaşmışam. Yəni səhifənizi inkişaf etdirmək istəyirsinizsə və yaxud da o formada xəbərdarlıqlardan qorunmaq istəyirsinizsə, baxın gördüyünüz kimi burada hər cürə videolar var. Hətta belə burada hesab xəbərdarlığı ilə bağlı başqa bir videomuz da var. Keçid edib bunları da izləyə bilərsiniz. Mənim fikrimcə bunlar da sizin işinizə yaraya bilər. Əlavə olaraq da
da kanalımıza aşağıdan abunə olub videomuza like ataraq bizlərə dəstək ola bilərsiniz. Gəlin keçək digər məsələlərə. Bəli, sadə bir şəkildə hesab xəbərdarlığından qorunmaq istəyirsinizsə nə etmək lazımdır onları göstərim. Elə az öncə də videomuzun əvvəllərində mən sizə göstərdim ki, səhifənizi doldurun və səhifənizi elə bir hala gətirin ki, TikTok alqoritmi sizin bot olduğunuzu zənn etməsin. Bu zaman səhifəniz qoruma altında olacaqdır. Elə baxın az öncə göstərdiyim kimi buraya bir yaxşı link əlavə edin. Daha sonra bio bölümünü səliqəli şəkildə yazın və yaxud da ora nələr qoya bilərsinizsə, səhifəniz haqqında nə yaza bilirsinizsə onları yazın. Çalma listələrə əlavə edin. Yəni bunları göstərdim. Təkrardan göstərməyə ehtiyac yoxdur. Mümkündürsə də bunlardan əlavə videolarınızda üzünüzü göstərin bəzən. Yəni ən azından bir şəklinizi falan paylaşın və yaxud da profildə özünüzün şəkliniz olsun. Bu zaman TikTok sizin bot olduğunuzu zənn etməz və o formada xəbərdarlıqları durduğu yerə göndərməz. Çünki mən videomuzun əvvəlində də qeyd etdim ki, bəzi səhifələrdə normal video paylaşdığı halda heç bir xəbərdarlıq falan gəlməyəcəyi halda durduğu yerdə xəbərdarlıq gəlir. Elə bunun səbəbi ancaq bot və spam məsələsidir. Bu dediklərimi etsəz mənim fikrimcə səhifəniz o formada blok olmayacaq. Bundan əlavə olaraq isə video arxasında paylaşdığınız musiqilərə diqqət edin. Baxın gördüyünüz kimi burada musiqilər var. Burada paylaşdığınız musiqiləri elə edin ki, daxilində telif deyilən icma qaydası pozuntusu olmasın. Yəni elə mahnılar paylaşın ki, o mahnılarda telif haqqı olmasın. Hətta belə mümkündürsə işlətmə hesabı, yəni biznes hesabına keçin. Bu zaman keçdiyinizdə mənim fikrimcə sizin hesabınız tam qoruma altında olacaqdır və bu zaman səhifəniz biznes hesabı olacaq və bu isə mahnıların telif haqqından qorunmasına səbəb olacaqdır. Yəni telif haqqı olan mahnıları sizin qarşınıza çıxartmayacaq və heç bir zaman icazə verməyəcək. Baxın biznes hesabı isə buradadır. Baxın işlətmə hesabı olaraq qeyd olunub. Bunu mümkündürsə açın və bu formada hesabınızı işlədin. Paylaşdığınız videoların arxasına qoyduğunuz mahnılar tamamilə telif haqqı olmayan mahnılar olacaqdır. Mənim fikrimcə bu göstərdiyim ayarlar da işinizə yaraya bilər. Hesab xəbərdarlığından qorunmaq istəyirsinizsə bu dediklərimi edə bilərsiniz. Yəni düzgün şəkildə video paylaşsaz, vaxtında qaydalara falan diqqət etsəz, az öncə qeyd etdiyim kimi buranı oxusaz heç bir şey olmayacaqdır. Əlavə bir problem falan yaşansa, həmin bu videomuzun aşağısına, yəni kommentlər bölümündə mənə yazın, mən əlimdən gəldiyi qədər sizlərə kömək edəcəm. Və TikTok barədə suallarınız falan da olarsa, yenə aşağıda kommentlər bölümündə yazın. Mümkün olsa onlar haqqında video çəkəcəyəm sizlər üçün. Əsas odur ki, siz suallarınızı yazın, mən hamısını bir-bir oxuyacağam inşallah. Bəli, videomuz bu qədər idi. Kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Videomuzun da ortasında qeyd etdiyim kimi mənə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də əsas da bildiriş zəncini aktiv edə bilərsiniz. Bunları edərək bizlərə dəstək ola bilərsiniz və az öncə qeyd etdiyim kimi oxutma siyahıları bölümündə TikToka aid hər cürə videolarımız var. Elə həmin siyahında hal-hazırda sağ üstə qoyuram. Həmin o siyahıya klik edərək TikTok üçün paylaşdığımız digər videolarımızda izləyə bilərsiniz. Baxın burada səhifə böyütməkdən tutmuş, səhifənin ayarlarına qədər, yəni hər cürə videolarımız var. Mənim fikrimcə bu siyahı sizin çox işinizə yarayacaq. Daxil olub baxa bilərsiniz. Çox uzatmağın mənası yoxdur. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.